Salam əziz və dəyərli Gəncə sakinləri. Bu videom nəyə görə Gəncəlilər deyirəm? Bu video sırf sizin üçün çəkilir. Dəyərli bacı qardaşlarım, Gəncə şəhərində yaşayanlar. Bugün sizi elə bir Flower Cafe ilə tanış edəcəm ki, mən danışdıqca videonun üstündə gedəcək. Oranın gözəllikləri, sehirli bir aləm olduğunu mənə elə gəlir çoxunuz getmisiniz. Mən getməyənlər üçün deyirəm ki, ora getməyiniz çox gözəl olacaq mənim əziz izləyicilərim. Deməli, orada nə sirlərin gizləndiyini, yəni Flower Cafe'də nə sirlərin gizləndiyini görəcəksiniz. Sizə ünvanı deyəcəm. Ətirli kofelerin, yəni qəhvələrin ünvanı, dadlı, biri-birindən dadlı, ağzınızda əriyəcək şirniyyatların özlərinə xas da təsəvvür edin ki, oranın özünə xas şirniyyatları və kofelər var. Kofelerin də adını sayacağım, hansı kofelər var. Ən gözəl anlar paylaşdıqca yadda qalır mənim əzizlərim. Gözəl, istər iş söhbətiniz olsun, istər romantik söhbətlər olsun, getsəniz ora, bircə dəfə girsəniz, bir sizə əsas bir xəbərdarlığımı bu başdan, videonu danışmamışdan qabaq əsas xəbərdarlığımı edim ki, bir dənə mənfi cəhəti var Flower Cafe'nin. Əziz Gəncəlilər, dəyərli bacı qardaşlarım, əgər bir dəfə getsəniz, doğrudan da sözün əsl mənasında bağımlılıq yaradacaq. Çünki elə bir ətirlə rastlaşacaqsınız, elə bir sehirli aləmə düşəcəksiniz ki, oradan bir daha çıxmağınız qeyri-mümkündür. Bunu sizə Məryəm xanım deyir. Bilirəm ki, bütün rayonlardan məni sevənlər var, amma Gəncə şəhərində daha da çoxdur. Sevgiləriniz, dualarınız qarşılıqlıdır mənim əzizlərim. Mən özümü də, məni də orada görəcəksiniz çox tezliklə əzizlərim. Və oranın dediyim kimi özlərinə xas kofeləri var, ətirli, biri-birindən gözəl. Onu deyim ki, şəhərin mərkəzindən daha da ucuzdur. Özünüz getsəniz görüb, bilirsiniz ki, Məryəm xanım sizi aldatmaz. Mənim əzizlərim, gələnlər peşman olmayacaq, çox sevinəcək, gəlməyənlərsə çox böyük şeylər itirmiş olursunuz. Mənim əzizlərim, dəyərli Gəncəlilər. Günə pozitiv, enerjik başlamaq istəyirsinizsə, elə Flower Cafe'dən başlayın. Gözəl ətirli bir kofedən, qəhvədən və gözəl biri-birindən gözəl, dadlı, ağzınızda əriyəcək və dediyim kimi sirli dadlar buraxacaq şirniyyatlar var mənim əzizlərim və günü unutmayacaqsınız. Elə bir gözəl günə başlayacaqsınız ki, pozitiv, enerji, çünki hər qurtumunda xoşbəxtlik var əzizlərim. Əziz Gəncəlilər, mən deyərdim ki, Flower Cafe'yə gedərkən siz ora daxil olanda o iyi təsvir etmək qeyri-mümkündür. Gərək özünüz şahid olasınız. Çünki hər qurtumunda bir xatirə, hər fincanda isə bir həyat gizlidir. Gününüzü xoşbəxt başlamaq istəyirsinizsə, elə Flower Cafe'dən başlayın. Mən danışdıqca ekranda videolar gedir. Siz Flower Cafe'nin gözəlliyini, sakitliyini, huzur dolu olduğunu görürsünüz. Hər küncündə sizi gözləyən bir yer var. Buyura bilərsiniz. Dediyim kimi peşman olmayacaqsınız. Mənim zənnimcə həyatda iki şey var ki, anlıq insanı xoşbəxt edir. Təbii ki, bu mənim fikrimcədir, mənim zənnimcədir. Dadlı, ətirli, yadınızda qalan ömürlük kofe və ağzınızda əriyən dadlı şirniyyat. Və bunu Flower Cafe bu iki sevdanı qovuşturduğu yerdir. Ona görə də ancaq və ancaq dəyərli Gəncəlilər gedib gözünüzlə görəcəksiniz. İndi isə sizə sayım hansı kofelər çoxdur. Mən birazını deyəcəm sizə. Gedib orada ləzzət almağı sizə məsləhət bilirəm. Diqqətli olun, çünki kofelerin sayandan sonra sizə ünvanı və əlaqə nömrəsini deyəcəm. Bilirəm ki, bütün Gəncəlilər gedib hamısı da razılıq edəcəklər. Şərhlərdə yazacaqlar ki, həqiqətən də Məryəm xanım sehirli bir aləmə düşdük. Təmizliyi, gülərüz kollektivi görüb daha da sevəcəksiniz oranı. Mənim əzizlərim, kofelerin növləri çoxdur və şirniyyatların da növləri çoxdur. Mən onları sayası olsam, onda gərək video çox uzun olsun. Və yaşlılıq öz işini gördüyü üçün eynəyimi taxdım ki, kofelerin adını sizlərə sayın. Bacardıqca birazını. Espresso, ristretto, luncho, americano, long black və s. Südlü qəhvə sevənlər də var. Bəli, düzdür, mən südlünü sevmirəm, mən amerikanonu çox sevirəm. Sizlərə də əgər acılı sevirsinizsə, sizlərə də onu məsləhət bilirəm. Mənim əzizlərim, südlü qəhvələr sevənlər üçün latte, cappuccino, macchiato, mocha. Ay, gözəldir. Südlü sevənlərin seçimi. İndi isə gəldik soyuq qəhvələrə. Cold bread, frappe,
və frappuccino və s. Dediyim kimi, onların özlərinə də, Flower Cafe-nin özlərinə də uyğun kofeləri və şirniyyatları var ki, başqa Gəncədə, başqa heç bir yerdə onları tapa bilməzsiniz. Sırf onların özlərinə aiddir. Deməli, ünvanı deyirəm, Gəncədə yaşayanlar hamısı yaxşı tanıyır. Bayraq meydanı, Gəncə Dövlət Universiteti 2-ci korpusun yanı. Bəli, əzizlərim, iş saatı 08:30-dan 23:30-a kimi. Həftənin hər günü işləyir. Əlaqə nömrəsi 055 956 70 74. Mənim əzizlərim, nömrəni videonun üstünə qoymayacağım, qoya bilmirəm, ona görə səsli şəkildə dedim və onların səhifələrinin linkini də paylaşacağım. Yazın, bir yerə götürün, məni pauza edin, saxlayın, yazın ünvanı ki, həmən elə bax bu video qarşınıza çıxan kimi həmən sizi dəvət edirəm Flower Cafe-yə. Mənim əzizlərim, doğrudan da həyat bir dəfə verilir, ömür çox qısadır. Niyə onun dadını çıxartmayasınız? Və mən bilirəm ki, Gəncə şəhərində yaşayanlar doğrudan da çox belə özlərinə qulluq eləyən, özlərinə dəyər verən, həyatın dadını çıxardanlardır. Doğrudan da, çünki tanıdım, qonaq getdim, doğrudan da çox qonaqpərvər və çox gözəl həyat tərzi sürürsünüz. Burada isə sizin üçün daha da xoş olacaq. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.